Sumqayıt şəhərində yerləşən Azərbaycanın milli qəhrəmanı Mətləb Quliyevin adını daşıyan 3 nömrəli tam orta məktəbdə məzunlar üçün son zəng tədbiri yüksək əhval-ruhiyyə ilə keçirilib. Hər il olduğu kimi bu il də məktəbin həyətində təşkil olunan mərasim həm rəsmi hissəsi, həm də bədii proqramı ilə yadda qalıb. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində ucaldılmış Azərbaycanın milli qəhrəmanı Mətləb Quliyevin abidəsi önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib və vətən uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunur. Məktəbin direktoru Ülkər Çəndirli tədbiri açaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O çıxışında bildirib ki, bu məktəb sadəcə bir təhsil müəssisəsi deyil, həm də vətənə, xalqa sədaqətli, savadlı, vətənpərvər gənclərin formalaşdığı bir ocaqdır. Direktor məktəbin son illərdə qazandığı uğurlardan söz açaraq qeyd edib ki, 3 nömrəli məktəb təkcə akademik göstəriciləri ilə deyil, həm də ictimai fəallığı, mədəni tədbirləri və vətənpərvərlik ruhunda apardığı tərbiyə işi ilə seçilir. Tədbir məktəbin şagirdlərinin hazırladığı ədəbi bədii kompozisiyalarla davam edib. Onların ifasında vətənə, müəllimə, məktəbə həsr olunmuş şeirlər, musiqi nömrələri və səhnəciklər səsləndirilib. Ənənəvi son zəng sədaları isə tədbirin ən duyğusal anlarından biri olub. Məzunlar məktəblə vidalaşmanın sevinc və kədərini bir arada yaşayıblar. Valideynlər və müəllimlər də çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara bu şərəfli məktəbdə aldıqları bilik və tərbiyənin həyatlarının hər mərhələsində onlara dəstək olacağını əminliklərini bildiriblər. Qeyd edək ki, Mətləb Quliyev adına Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəb uzun illərdir təhsil sahəsində nüfuzunu qoruyub saxlayan şəhərin ən fəal və aparıcı təhsil müəssisələrindən biridir. Peşəkar müəllim kollektivi, zəngin tədris bazası və vətənpərvər ruhda formalaşan şagirdləri ilə bu məktəb Sumqayıtda təhsilin inkişafına mühüm töhfə verir. Məzunlar üçün unudulmaz anlarla yadda qalan bu tədbir həm məktəb həyatının gözəl bir yekunu, həm də gələcəyə atılan ilk addımın rəmzi oldu. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.